absurd, saçma, insanın məna axtarışından dünyanın və kainatın bu axtarışa cavab verməməsi arasındakı münaqişədən yaranır. Cümləni biraz dərindən anlayaq. İnsanın məna, insan kainata yüksək səslə bağırır. Terapiyada nümunələr verəcəm. Ki, Camus bunu bir gün bir binanın köşəsindən dönərkən, bir kitab oxuyarkən, hörgü hörərkən fərq eləmir. Ani və heç bir izahı olmayan bir anda bu sual yüksəlir. Bir fəlsəfə kitabında oxuyaraq buna çata bilməzsən bəlkə. Yolda gedərkən, maşın sürərkən, avtobusdaykən, metronun basabasındaykən, təyyarədə səyahətə gedərkən, nə bilim, mən xoşbəxt günündəykən bir anda ağlına gəlir ki, niyə? Bu niyə sualı absurdu doğurur və absurdu doğuran şey insanın məna axtara bilən bir varlıq olaraq məna axtarması, bütün kainata bunu səslənməsi, referans axtarması və bütün kainatın da sanki onun əleyhinəymişcəsinə buna qarşı tamamilə səssiz qalmasıdır. Heç bir cavab vermirsə. Nə üçün mənim uşağım ölməli idi sualını soruşur. 5 yaşında uşağı. Cavab yoxdur. Nə üçün zəlzələdə bütün ailəmi itirilməli idim sualını soruşur. Cavab yoxdur. Cavab yoxdur. Nə üçün dünya müharibəsi olmalıdır? 5 milyon adam ölməlidir. Cavab yoxdur. Bu sualların cavabı yoxdur. Nə üçün biz dünyada yaşayırıq, doğuluruq, ölürük, sonra da izimizə, tozumuza rastlamır? Cavab yoxdur. Cavab var. Cavablar çoxdur. Dini cavab var, metafizik cavab var, biyolojik cavab var. Heç birisi mütləq deyil. Dolayısıyla saçmanı yaradan şey bu mütləq referanssız oluşumuzdur. Camus bu mütləq referanssızlıqda, yəni bu absürdü hiss elədiyin andan etibarən, məsələn, Sartre buna bulantı deyir. İnsanın başını döndürür, midəsi bulanır, əhvalı körlanır. Borderline pasiyentlər tamamilə buradadır. Yəni. Tamamilə bu mərhələdədirlər. Tez-tez bu mənasızlıq və boş deyərək tərif edə bilmədiyim bir boşluğum var. O boşluq hissi realdır, hamının içində var. Olması gərəkəndir. İnsan bu boşluğunla, əksiyinlə bir varoluş halına gəlir də. Sadəcə onunla nə edəcəyini bilmir. O boşluğunu doldurur yenə. Qolunu kəsərək, narkotik istifadə edərək. Qumar asıllarının tamamı eksistensial varoluşsal krizin içindədirlər. Bir qumar asıllığı kainatdakı ən təhlükəli sualı soruşub, cavab tapmayıb, o qədər dərinlərdə bir yerdə təhlükə hiss edib ki, gedib qumar oynayaraq başını qata bilir. Narkotik istifadəçisi. Elə bir dərin krizin içərisindədir ki, heç bir filosof, heç bir din adamı, heç bir psixiatr, psixolog, psixoterapevt ona cavab verə bilmir, verə bilməyəcək. Çünki bütün insanlıq toplaşıb kainata soruşub ki, mənası nədir, bu şeyi niyə edirik? Cavab yoxdur. Dolayısıyla bu anlamsızlıq və absürdlük içərisində, yəni çabalar var, nəticəsizdir, mütləq mənadan məhrumdur. O zaman nə edək? O zaman Camus deyir ki, 4 dənə, 3 dənə yol var. Bunlardan biri ümid eləməkdir. Ümid eləmək metafizik fəlsəfənin, yəni sənə deyir ki, belə elə işlər qaydasında olacaq. Əxlaqlı ol, namuslu ol, tez, antitez, ideoloji mənimsə, kommunist ol, sosiolog ol, sosialist ol, nə bilim, liberal ol, ekonomi ilə dəstəklə. Amerikaya get, hər şey yaxşı olacaq. Demokrasiya gələcək, hər şey yaxşı olacaq. Demokrasiya olan ölkə də eksistensiya krizə girir. Orada da borderline pasiyent var. Orada da narkotik asıllığı var. Yəni, bu verilən fikirlərin hamısı saxtadır. Hamısı illüziyadır, hamısı uydurmadır. Ümid yaradır sadəcə. Nietzsche deyir, ən böyük xəstəlik ümiddir. Çünki insanın acısını uzadır. 2. Din cəhətdən, ideoloji və din cəhətdən buna nümunə verir. Acını keçirtmir, mənasızlığa cavab vermir, ertələyir. Deyir, öləndə cavabını tapacaqsan. O məşhur şarkıda nə deyir? Deyir, nə qədər sənə keçdi, geri dönən yoxdur səfərindən. Biri gəlib oradan desə ki, mən orada mənanı tapmışam, razılaşacaq. Yoxdur, belə bir şey də yox. Amma din bunu gələcəyə referansla həll edir. Reinkarnasiya ilə cənnət cəhənnəm təsvirini. 3. Fiziki intihar.
Madem heç bir şeyin mənası yoxdur, o zaman özümü öldürürəm. Ağır depressiv xəstələrin elədiyi bu deyil. Ağır narsistik travma yaşayıb intihar edənlərin uşağım da mənə baxmadı.